Hello everyone, herkese salamlar. Bugün sizlərlə Dəyanətin keçirdiyi qəbul imtahanının ingilis dili suallarının izahını verəcəm. Ya bugün, ya da sabah, inşallah digər kanalımda, Riyaziyyat Aysiyan Nuruzadə kanalındadır. Riyaziyyat suallarının izahını verəcəm. Kanala abunə olmağı, bəyənməyi unutmayın. Gəlin suallarımızdan başlayaq. Choose the correct pronouns. Düzgün əvəzlikləri seçin. Pair of gloves over there. Over there varsa ya zətdir, ya zosdur. Pair təkdə olduğuna görə götürə bilərsiniz. Gloves cəmdədir və zos götürüm səhvdir. Pair. Ondan sonraki ismə baxırıq. Əgər təkdirsə biz zət işlədirik. That pair of gloves over there is from Great Britain. But these pants cəmdədir deyə these pants are from Turkey. Doğru cavab A variantıdır. İkinci, which nouns are both uncountable and compound? Hansı isimlər həm sayılmayan, həm də mürəkkəbdir? Bu snowball, bu countable'dır. Homework, valuable. Hər ikisi uncountable'dır, hər ikisi də mürəkkəbdir. Doğru cavab B variantıdır. B. Üçüncü sual. Choose a correct variant. Last problem. Last deyirsə was verse işlədirik. Və problem elə bir deyək ki, of your math test easy. Bu təkdə olduğuna görə was olacaq. Was. No, it was difficult. But, yəni o çətin idi, amma biz dərs üçün hazır olduğumuza görə bizim üçün çətin deyil. Was the last problem of your math test easy? No, it was difficult, but we were ready for the lesson. Correctly. Choose the correct possessive case of noun. İsmin gəlik halında olan cümləni seçirik. This man, burada S apostrof S deyil, man is a good. Asadov's family, who is burada, who is the winner of that song? This scientist's eyebrows are very straight, unusual. Is this boys and girls? Deməli, ismin deyirsə, burada düz verilməyib. Scientist apostrof S, not S apostrof. Asadov's S birlikdə yazılmalıydı. Mən, burada is deyir, onun doğru cavab C variantıdır. Who's the winner? Bu kimin qalibidir? Bu son mahnı şeyinin. Choose the correct line of the nouns which take ES in the plural. Yəni, belə bir şəkildə əlavə eləməliyik. Elə burada gəlin, baxaq da yaxşı. Geography, you keçir, ES olur. Cliffs, fu düşür, ves olur. Boxes'də progresses, houses. Burada sadəcə S əlavə olunur. Elə burada benches, tomatoes. Doğru cavab D variantıdır. Incorrect variant. Our coach usually gives us pieces of good advice, the big of before the competition. Glasses of fresh cool water. Baxın, burada some pieces of good advice, yaxşı məsləhət verir, düzdür. İsti içki verir, böyük. Sonra su verir, amma sup verə bilməz. A slice of, yəni olmur axı sup. Ona görə doğru cavab C variantıdır. Correct pronunciation. Okay. The eyes and the tail of the big blue fish. Yəni bu it əlavə olunur. It look. Burada S əlavə olunur. Deyək. The eyes and the tail of the big blue fish. Burada zeydi çünki fish burada cəm isimdir. Çünki görürük ki looks like olmur. Ona görə belə bir qayda var idi, bilmirəm yadınızdadır. Yəni də xatırladıram sizlərə. Əvvəlki video çəkimdə demişdim. Fish həm tək ola bilir, həm cəm. Feilinə baxırıq. Əgər S əlavə olunubsa təkdir. S əlavə olunubsa cəmdir. Burada əlavə olunmayıb deyə cəmdir. Ona görə də Z olmalıdır. Ona görə A, C, Y getdi. Look like the waves of the sea. Look like them and the sun is in this artist, yəni in his famous painting. Yəni doğru cavab elə B variantıdır. Bir dənə də qoyaq oxuyaq. They look like them and it in his famous painting. Choose the correct line ordinal numerals. Yəni sayılarda burada seçirik ki, bu da sıra sayılardır. 12
34, 33, 90, 9. Doğru cevap D variantıdır. Burada B'ydi. 34. Some children in Africa have no any modern schools. With a little fresh water. Bakın, only a few handmade toys. Düzgün verili bir en artikılı. 5'te de no new sandals. Yani oturacaklar. Burada a lot of health problems olardı. Much expensive clothes olmazdı yani. Ona göre doğru cevap 34'te A variantıdır. 35. The sheep. Aha. Burada deyirəm. Do the sheep qoya bilərik. Dediyim kimi sheep həm belə deyək. Həm tək işlənir, həm cəm isimdir. Hər ikisini qoya bilərik. Do the sheep eat fresh grass qoya bilərik. 4 o heç vaxt ola bilməz. Ona görə 4 olan variantlar getdi. Are the sheep fond of fresh grass? Bu ola bilər. Burada is the sheep. Burada olmaz. So does the sheep have? Is the sheep burada da does the sheep have fresh? Does have. Ona göre 1, 2, 6 doğru cevap C variantıdır. 36'da choose a correct tense form. Düzgün tense yani şey seçirik. Zamanı. What are you doing? Doing verilibsə present continuous'dur. Cevabı da present continuous olmalıdır. I'm taking out the trash. Where is Granny? She puts empty on the shelf. Gəlin birbaşa D'yə baxaq. Look at the bat. Look at verilibsə avtomatik bilir ki present continuous'dur. They are hanging upside down. Baxın, C'də niyə olmur? Is beating. Every spring hər yaz deyirsə bu present simple olmalıdır. His mother beats. The children jump. Today varsa bugün. Present continuous olmalıdır. Zaman zərfi olduğunu görə the children are jumping a rope. 37'ye baxaq. My nieces. Aha, tensi seçirik. This week bu həftə deyibsə, onda bu indiki zamandır. Yəni indiki present continuous'dur. My nieces are feeding the kittens this week. They feel bad for baby animals because the mother cat is ill. And o cevap B variantıdır. 38. Mother. Burada can could məsələsidir. Can you lay the table? Yəni deyir, eləyə bilərsən, ama bağçamızda ağacın altında süfrə qura bilərsən. Can you lay? Yes, I can. Let's sweep the ground first. Gəl birinci yeri süpürək. It may not be clean. O bəlkə təmiz olmaya bilər. Ona görə də doğru cavab C variantı olacaq. 39. Aha, Z en artikılıdır. Aliyevs. The Aliyevs were in the United Kingdom yer aldı. In the United Kingdom last summer. Yani bir C gelir. 2'ye. The first room of the hotel was untidy but the room diyebilirsiniz uşaqlar. Xeyr, ona görə boşladım my room. Sadəcə my room. Onun 2'de B. Doğru cevap C variantıdır. 40. Put a question to the underlined ones. Altına xətt çəkilmiş sözə sual verin. A few health lots nurses work at night. Gecə çoxlu, yəni sağlamlıq belə deyək. Nurse həkimlər belə deyək. Tibb bacıları işləyir. Kim işləyir olur da burada elə bir. Who works at night? Çünki nurses adam adıdır. Adam adı deyəndə tibb bacısıdır. Tibb bacısını biz nə qədər F-nin altından xətt çəksəydik nə qədər deyərdik. Who do work night? Who do qoya bilmərik uşaqlar. Who is working da qoya bilmərik. Onun doğru cavab A variantıdır. Çəşdirici sualdır, qəşəng sualdır. Choose interrogative sentence. Interrogative cümləni seçirik. Burada deməli whose cousins do play? Gəlin belə deyək. Interrogative sual versin, cavabını da verir. Məsələn, burada whose cousins deyil. Today bu tək question'dır.
General tek question. Are you agree? Bu da yok. Can you or your mother bake chocolate chip cookies? I can. Cevabını da verir, sualını verir. Ona göre doğru cevap D variantıdır. Tek question ise doesn't ise o birisi tərəf inkar olmalıdır, təsdiq olmalıdır. İnkarsa təsdiq olmalıdır və deməli, gəlin baxaq. Gəlin C-yə baxaq. My friend always has. Has ola bilməz, çünki has qotu olsaydı deyərdik hasn't he. Amma burada has qotsuzdur, ona görə də doesn't he. C variantı. 43. Incorrect translation. Hansı görək səhvdir? Diqqətli olun və təlimatı oxuyun. Be helpful. Be helpful and köməksevər ol demir axı. Burada diqqətli ol. 9 cavab A variantı. Gəlin o birisine də baxaq. Ağacın arxasındakı nərdivan durmaşır. Don't climb the ladder behind the tree. Ladder burada nərdivandır, düzdür. Həkim, xahiş edirik yarasanı xilas edin. Doctor, please rescue the bat. Correct. Yeni məktub ləvazımatlarına toxunmayın. Don't touch new school supplies. Doğrudur. Objects da ola bilərdi. İpucunu təxmin et və testi tamamla. İpucu clue deməkdir. Guess a clue and complete the test. Hamısı correct. Bir A-dan başqa. Doğru cavab A. Choose the correct imperative sentence. Əmr cümləni seçin. I shall cut the paper ilə mənim adımı veriblər. I shall cut the paper with the sharp scissors. Bu sadəcə nəqli cümlədir. Bildiyimiz nöqtəli cümlədir. Never to hunt the babies. Burada da məsləhət verin. Yəni burada əmr cümləsi kimi bir şey yoxdur. Valeh, don't talk. Foreigners. Elə cavab C variantıdır. Əmr birbaşa xəbərlə, feillə başlayır. 45-ə baxaq. Hansına ət qoymalıyıq? Ramazan. Ət Ramazan. Correct. Qoya bilərik. Ət Ramazan holiday yox. Ət December qoymuruq. Aylarda ət qoymuruq. At my birthday yox. On my birthday yox. In my birthday. At my birthday party. Mənim ad günü partimdə. Doğrudur. At the corner of the street. At the corner bir phrase. Ona görə də doğru cavab 1-5-6. Doğru cavab Y variantıdır. Translate the sentence into English. İngilis dilində tərcümə edirik. Şahzadənin əfsanəvi tacında çoxlu brilyantlar var. Və bu brilyantların möhtəşəm rəngləri və formaları var. Bir çətin cümlədə olsa da qurarıq. Eyb yox. There are, cavablara baxmadan deyirəm. There are a lot of brilliant, çoxlu brilyantlar var. Şahzadənin əfsanəvi tacında. In the princess, əfsanəvi fantastikdir. Fantastic crown. İndi ikinci cümləyə keçirəm. Baxın, birinci belə cümlələrdə baxın. Vəyə kimi həll edin, sonra o birislərində bir cümlə edin. Və bu brilyantların möhtəşəm rəngləri var. These brilliants have amazing və fascinating colors and shapes. Baxaq görək. There are a lot of brilliants in the princess fantastic crown and these brilliants have amazing colors and shapes. Doğru cavab A variantıdır. Mətn əli yoxdur. Choose the correct time. It is 5 to 8. Yəni 8-ə 5 dəqiqə qalıb. Doğru cavab B variantıdır. 19:55. 19:55. Mətnimiz var. Oxuyaq gəlin mətnimizi. Trees are tall plants and they can live for many years. Ağaclar uzun bir bitkilərdir və onlar çox illər yaşaya bilirlər. They need water, sunshine and air to grow. Onların böyüməsi üçün su, günəş işığı və hava lazımdır. Some trees drop their leaves in autumn and winter. Bəzi ağaclar öz yarpaqlarını payızda və qışda tökür. But some trees always stay green. Amma bəziləri də həmişə yaşıl qalır. Trees are very useful for life on the earth. Ağaclar yerdə, yəni yer planetində həyat üçün çox faydalıdır. They clean the air and give oxygen to the breath. Give us oxygen to the breath. To breath. Onlar havanı təmizləyir və bizə nəfəs almaq üçün oksigen verir. Trees can be home for birds, reptiles and animals. Ağaclar, quşlar, həşəratlar və heyvanlar üçün evdir. Trees cover a large place on our planet, but we cut and use trees a lot. Ağaclar deməli planetimizdə bəzi yerlər tutur, amma biz bunları kəsirik.
Yəni kəsirik və ağaclardan çoxlu istifadə edirik. We use them to make paper, furniture, houses, etc. Biz onları kağız, sonra mebel, ev düzəltmək üçün istifadə edirik. When there is a small park or forest in the center of the city, we often run from the noisy and busy city life into that forest to have a rest. Deyir ki, balaca park və ya şəhərin mərkəzində balaca park və ya meşə olanda biz səsdən və səsdən tez-tez qaçmaq üçün qaçırıq. Səsdən qaçırıq və meşənin içində dincəlirik. Meşənin içinə girib dincəlirik. Because we feel very good when we go hiking or just walking in the forest. Çünki biz hikinga və yaxud da meşədə gəzəndə, hiking ilə hiking deyirik biz ona. Meşədə gəzəndə yaxşı hiss edirik. So we should, burada should gərək mənasını verir. So we should take care of the forest, plant a lot of trees and help the nature. Və belə ki, biz gərək meşələrin qayğısına qalaq və çoxlu ağaclar əkək ki və təbiətimizi qoruyaq. Aha, qəşəng mətn idi. 48. Choose the title for the text. Baxın, title'lar deyir, mətnə başlıq seçin. Həmişə birinci hissəsində olur. Baxın, birinci hissəsində nə var? There are tall plants. Uzun ağaclar. Burada görün hardadır? Hiking in the forest. Meşədə hikingdən danışmır da. Sadəcə bir cümlədir. Yəni ümumi mətnimizə aid deyil. Our unhealthy friends, dostlar haqqında heç danışmır. Cities, şəhər mərkəzində səslərdən heç danışmır. Danışır. Sadəcə deyir qaçmaq üçün. Yəni deyil. Və Y-yə baxın. Useful tall plants. Faydalı, uzun bitkilər. Y. Ağaclar yəni. Choose the incorrect sentence from the text. Mətndən düzgün olmayan cümləni seçirsiniz. Burada gəlir birbaşa B-yə baxasam. Stroke their leaves in spring and summer. Bir bəzi ağaclar öz yarpaqlarını yayda və yazda tökür. Xeyr, baxın burada verir ki in autumn and winter. Bəziləri payızda və ya qışda tökür. Doğru cavab B variantıdır. Choose the antonym of the word of short. Short bildirir ki, qısa deməkdir. Baxın, qeyd edilən sözlər qısa. Large genişdir, full dolu, healthy sağlamlıq, busy məşğul, tall da uzun. Qısa, uzun, tall. Doğru cavab da D variantıdır. Ümid edirəm izahlarımızı başa düşdünüz. Əgər getmişsinizsə Dəyanətin imtahanı yazırsınız ki, nə qədər yazmısınız, neçə sual düzgün yazmısınız. Və yenə də nəsə olsa şərh bölməsində qeyd edilməyi unutmayın. Əgər videomu bəyəndinizsə, bəyənməyi, kanalıma abunə olmağı, like atmağı, yorum yazmağı unutmayın. Sağ olun.